Kanalımıza salam dostlar. Bugün sizinle birlikte ikinci sınıf yer tapşırıqlarını həll edəcəyik. Onda gəlin başlayaq. Bugün riyaziyyat olan səhifə 129 edəcəyik. Gəlin birinci tapşırıqdan başlayaq. Cəmi tapın. Biz alt-alta toplamada öncəliklə sağdakı ədədləri toplamalıyıq. 4-ün üstünə 3 gələndə 7 edir. Yazırıq. Qalıq yoxdur. 3-ün üstünə 2 gələndə isə 5 edir. Demək ki, cavab 57-dir. Yəni A bəndi. İndi ikinci suala keçək. Toplananlardan biri 22, digəri isə 46 olarsa cəm neçə olur? Bilirik ki, toplanan cəm olur. Ona görə yazırıq 22, üstə gəlinsin 46 bərabər. Bunu da alt-alta toplama əməli ilə icra edəcəyik. Yazırıq. 2-nin üstünə 6 gəlirik 8. Qalıq yoxdur. 2-nin üstünə 4 gəlirik 6. Cavabımız 68 olacaq. Yəni B variantı. İndi keçirik üçüncü suala. Toplama əməllərindən neçəsi səhvdir? Yoxlayaq. 7-nin üstünə 2 gəlirik 9. 1-in üstünə 4 gəlirik 5. 59. Bu düzdür. İkinciyə baxırıq. 60 üstə gəlsin 16. 3-ün üstünə 6 gəlirik 9. 6-ın üstünə 1 gəlirik 8. Xeyr, bu səhvdir. 83-ün üstünə 11 gələndə 8-in üstünə 1 gəlirik. Xeyr, bu səhvdir. Çünki 3-ün üstünə 1 gələndə 4 edir, amma 8-in üstünə 1 gələndə 9 edir. Ona görə bu səhvdir. 94 olmalıydı. Buna baxaq. 13-ün üstünə 13 gələndə 26. 3-ün üstünə 3 gələndə 6, bəli. 1-in üstünə 1 gələndə 2. Bu da düzdür. Demək, 2 dənəsi səhvdir. Keçək 4-cü suala. Maddə ilə verilmiş toplama əməlində cəm neçədir? Bunlar, dostlar, o deməkdir ki, yəni bu onluq, bu təklik, bu onluq, bu təklik olaraq başa düşürük. Görək neçədən onluğumuz var? 3 onluq, 2 təklik. Bu olacaq 32. Baxın, 3 onluğu və 2 təkliyi var. Burada isə 1 onluq, 5 təkliyi var. Yəni 15 edir. Gördüyünüz kimi 15 ədədində 5 təklik və 1 onluq var. Bizdən bunların cəmini istədiyi üçün 15-in üzərinə 32-ni gəlirik. O da edəcək 5-in üstünə 2 gəlirik 7, 1-in üstünə 3 gəlirik 4. Cavab 47-dir. İndi biz bunu burada tapmalıyıq. 47-də baxırıq ki, 4 onluq, 7 təklik var. Yəni, biz 4 tumurcuq burada, 7 tumurcuq burada olanı seçməliyik. Sayaq. 1, 2, 3, 4, 5, 6, 7. 7 tumurcuq burada var. 1, 2, 3, 4. 4 də burada. Demək cavab A bəndidir. Amma biz yenə də bu biri variantlarda yoxlayaq. Baxırıq. 1, 2, 3, 4, 4 onluğu var. Bəli. 1, 2, 3, 4, 5, 6. 6 isə təkliyi var. Ona görə B bəndi səhvdir. C bəndinə baxaq. 3 onluğu var. Bu səhv olur. Keçirik 5-ci suala. Cəmi tapın. 3 onluq, tez yazırıq birinci 3. 3 təklik. Yəni 33. Baxın, 3 onluğu, 3 təkliyi var. 3 də onluğu var. Üstə gəlsin. 4 onluq, 2 təklik. Yəni 42. Baxın, 2 təkliyi var, 4 onluğu var. Bunların cəmini soruşur. Yenə alt-alta toplayırıq. 3-ün üstünə 2, 5. 4-ün üstünə 3, 7. Yəni 75. Baxırıq, 75-in də 7 onluğu, 5 təkliyi var. Baxırıq, cavab A bəndi olur. Bunu əslində başqa cür də eləyə bilərsiniz. Onluqları toplayırıq, 7 onluq, təklikləri toplayırıq, 5 təklik. Yəni, bu misalın 2 əlli var. İndi keçirik 6-cı suala. Hansı ədəd oxunda cəm doğru göstərilmişdir? Birinci bunları hesaplamalıyıq. 43-ün üstünə 16-sını gəlirik. Yeni alt-alta hesablayacağıq. 3-ün üstünə 6, 9. 1-in üstünə 4, 5. Cavabımız 59 eləməlidir. Yəni 60-dan kiçik olmalıdır. Ona görə 60-dan böyük olanı silirik. Burada baxırıq.
Birinci aralarının sayına baxmalıyıq. Baxın 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60. Demək bu bir-bir artır. Ona görə 60-dan neçə çıxsaq 59 eləyər. 1. Ona görə də bir dənə əvvələ baxırıq və cavabımız C bəndi olur. Buna da baxaq. Baxın 51, 52, 53, 54, 55, 56. Ona görə bu deyil. Buradan da yenə sayaq. 51, 52, 53, 54, 55, 56, 57, 58, 59. Bəli, cavab C bəndidir. 7-ci suala keçək. Yüzlük kartdakı simvollara uyğun ədədlərin cəmini tapın. Birinci buna baxırıq. Yüzlük kvadrat deyirsə, yüzlük kvadratda bilirik ki, aşağı düşdükcə 10 artır və sağa keçdikcə 1 artır. Ona görə baxırıq. 33, 43, üstünə 10 gəlirik, üstünə 10 gəlirik, 53. Demək, üçbucağın yerində 53 olacaq. Sonra ulduza baxırıq. Ulduzda isə 1 artıracaq. 44, 45 və 46. Ulduzun yerində demək 46 var. Bizə isə bunların cəmini soruşur. Hesablayaq. 6 53 üstə gəlsin 46. 3 üstünə 6 9. 5 üstünə 4 9. Cavabımız 99. Baxaq. Bəli, A bəndi. Demək, 7-ci suala cavabımız A bəndi oldu. İndi keçək 8-ci suala. Ədəd oxunda 13-dən bir addım sağdakı ədədlə 13-ün cəmi neçə olar? Bilirik ki, ədəd oxunda sağa keçdikcə ədəd 1 artır. Ona görə bir addım sağda dediyi üçün 13-ün üstünə 1 gələcək. O da edəcək 14. 14 ilə də 13-ün cəmi bizə verəcək 27. Çünki 4-ün üstünə 3 gəldik 7, 1-in üstünə 1 gəldik 2. Cavabımız 27. Yəni A bəndi olacaq. Keçək 9-cu suala. Sual işarəsinin yerinə hansı ədəd yazılmalıdır? 16 üstə gəlsin 10. Baxaq. 6 üstünə 0, 6. 1-in üstünə 1, 2. 26. Bu üç bucağın içinə yazırıq 26. Sonra 26 üstə gəlsin 22-ni tapmalıyıq. Üstünə 22 gəlirik. 6 üstünə 2, 8. 2 üstünə 2, 4. Cavabımız 48'dir. Demək 9-da cavabımız A bəndi oldu. Keçirik 10-cu suala. Mağazadakı çörəyin əvvəlcə 13'ü, tez qeyd edək 13'ü. Sonra isə 32'si satıldı. 32'sini də qeyd edək. Və mağazada çörək qalmadı. Mağazada neçə çörək var idi? Əgər mağazadakı bütün çörəkləri satıblarsa və heç bir çörək qalmayıbsa, demək ki, 13'ü və 32'ni toplayanda bizə cəmi çörəklərin cəmini verəcək. Hesablayaq. 3 üstünə 2, 5. 1 üstünə 4, 4. 1 üstünə 3, 4. 45. Cavabımız C bəndi olacaq. Yəni 10-cu sualda mağazadakı çörəyin əvvəlcə 13'ü, sonra isə 32'si satılıbsa və bu bütün çörəklərə əhatə eləyirsə, demək ki, biz bunları toplamalıyıq. Nəsə yenə də başa düşməsəz, mənə şərtlərdə bildirin. Abunə olub like atmağı və bildirişləri açmağı unutmayın. Sağ olun.